Siz təsəvvür edin, 10 il bundan qabaq çıxıb gedən adam məndə işləmir. Deyir, ona 10 ildən səndən çıxandan 10 il sonra vermişəm. Amma o bilmir ki, o məndən işləyib çıxıbdır. Və o pul veribsə də ona mən məsuliyyət daşımıram. Övladım deyil, qohumum deyil, işçim deyil, hüquq varisi deyiləm, qanunlar var. Birdən-birə, bir də bilirsiniz, qayda qanun var Azərbaycan dövlətinin maddələri var. Ali məhkəmənin araşdırmaq hüququ yoxdur. O ancaq qərarı qəbul edir. Birinci, ikinci mərtəbədə araşdırılıb. Və sübuta yetirilibdir ki, bu adam məndə işləmir. 10 il bundan qabaq çıxır. Bu absurddur, yəni inandırıcı bir şey deyil. Buna baxmayaraq, Ali məhkəmənin hakimi qərar verir ki, o pul suvenirdən tutulsun, verilsin ona. Deyək ki, 18 bundan qabaq alınan pulu deyir ki, güya ki, yolda gördüm, buna çoxartdım, subsuz atdım, 20 verdim iş təzələməyə. Bəs buna nə deyə biləcək ki, bu da mənim işim olub-olubdur. Kim kimdən işləyib, kimsə pul verib gedib, ondan işləyəndən olmalıdırmı? Belə qanun harada var, hansı qəzetdə, hansı kitabda yazılır? Bu qədər ədalətsizlik olmaz, hər şeyi dözmək olar. Söhbət o puldan da getmir. Biz bilirik, pul olan yerdə tələ də var, hücum da var, ona qarşı bir hiylə də var. Amma hər şeyi bir çərçivədə eləmək lazımdır. Bu çərçivəyə sığmayan bir qanundur. Çünki məndə işləməyən adam 10 ildə çıxıb, təzədən deyir ki, sən ona pul verirsən verməlisən.